Bir çox arıçıların etdiyi səhvlərdən biri də budur ki, arı ailəsinin yuvasını geniş saxlamaq və düzgün olmayan yerə vaxtsız ramka verməkdir. Ramka necə verilməlidir? İnşallah baxaq. Deməli, bir ramkamızı baxın bura əlavə elədik. İndi bir ramkanı da bu ikinci sıraya əlavə eləyəcəyik. Yenə də ramkanı aralayırıq. Bunu biz nəyə görə eləyirik ki, arı həm burada yaxşı tez qabatsın o ramkaları, həm də ana yumurta atsın. Və bir ramkamızı da bura əlavə edirik. Ara kəsmə qoyulmuşdu və deməli belə bir kisə ilə də bükülmüşdü arı ki, soyuq olmasın. Arının üşümə ehtimalı yoxdur. Əgər arının yaxşı inkişaf eləməyini istəyirsinizsə, mütləq şəkildə ara kəsmədən istifadə edin və arını baxın bu şəkildə ən qıraq ramkasında bax belə arı olmalı, görürsüz. Və bu şəkildə arı sıx olmalıdır ki, yaxşı yumurta qoysun ana arı.